several concepts that they play crucial role after all. Core concepts is your goal. Ali təhsil müəssisələrində təşkil olunan yay semestri tələbələrə akademik borclarını ləğv etmək, bununla bərabər bəzi fənlərdə kredit əldə etmək və ya təkrar təhsil alaraq nəticələrini yüksəltmək imkanı verir. Yay semestrində 221 tələbənin tədrisi ilə 63 müəllim məşğul olunur. Yay semestrinin məqsədi akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi, ali təhsil müəssisələrinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələrinin həmin fənlər üzrə kreditlərin qazanılması məqsədi ilə təşkil olunur. Yay semestri kredit sistemi əsasında müəyyən edilmiş qaydalara uyğun təşkil olunur. Tədris prosesinin müddəti, kredit yükü və qiymətləndirmə meyarları da mövcud qaydalara əsasən tənzimlənir. Yay semestrinin nəzəri təlim və imtahan müddəti 6 həftədir. İmtahan müddəti bir həftə artıq olmamaqla yay semestrinin sonuncu həftəsində təşkil edilir. Yay semestrində tələbələrin götürdüyü kreditlər 10 kreditdən artıq olmamalıdır. Müəllimlərin sözlərinə görə, yay semestrində keçirilən dərslər tədris keyfiyyəti baxımından digər semestrlardan fərqlənmir. Tələbələrin davamiyyəti və fəallığı nəzərə alınmaqla mühazirə və seminar məşğələləri tam proqram əsasında həyata keçirilir. Geopolitics, yəni geosiyasət, Integration Process and International Organization, inteqrasiya prosesləri və beynəlxalq təşkilatlar adlı fənləri bu gün tədris edirəm tələbələrə. Onu da qeyd etmək lazımdır ki, bu gün təşkil olunan yay məktəblərinin ümumi illik yay məktəblərindən heç bir fərqi yoxdur. Yəni dərslər müvafiq olaraq tələbələrin davamiyyətini nəzərə alaraq bir seminar və bir mühazirə olaraq təşkil olunur. Yay semestrində müxtəlif fakültələr üzrə təhsil alan tələbələr akademik borclarını aradan qaldırmaq və ya yarımçıq qalan fənləri yenidən mənimsəmək üçün dərslərdə iştirak edirlər. Mən beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisasında ingilis dilində öyrənirəm. Integrational Process və International Organization və geopolitika ixtisası üzrə yay məktəbi götürmüşəm. Kəsrim olduğu üçün götürmüşəm. Dərslərimiz müəllimlərimiz tərəfindən effektiv və uğurlu keçirilir. Yay semestri tələbələr üçün yalnız akademik borcların aradan qaldırılması deyil, həm də təhsil göstəricilərinin yüksəldilməsi baxımından əlavə fürsət hesab olunur. Bu imkan təhsil prosesində fasiləsizliyi təmin etməklə yanaşı, tələbələrin növbəti semestrə daha hazırlıqlı başlamasına da şərait yaradır. Dərslərin başa çatmasının ardından tələbələr yay semestri üzrə imtahanlarda biliklərini nümayiş etdirəcəklər. Tərlan İbrahimova, Arzu Sadiqov, NTV Xəbər.